Değerli izləyicilər, həmişə ləyaqlı xəbər, bu dəfə də ləyaqlı bir ev. Yəni, baxın, həyat yan sahəsində 3 sotdur. 120 kvadratlıq evdir. Ondan sonra gəlin, baxaq görək burada nələr var. Keçin. Əməlli başlı bir dəhlizdir da bura, giriş dəhlizi. Bəli, giriş dəhlizi. Dəhlizdir, bura nədir? Bura bizim nədir? Buna da qaldı, 25 kvadratdır da təxminən. Bəli, 25-30 kvadrat. 25 kvadratdır, çox kifayət qədər iridir. Sonra burada, orada bir maraqlı bir sürpriz bir şey var, o sizə təqdim edəcəm. Burada mətbəxdir. Burada hardasa elə bir 18-17 kvadrat var da təxminən. Bəli, 18, 22 kvadrat olmalıdır sahibi dediyi kimi. Mətbəx. Kifayət qədər iridir. Sürprizi gəlin göstərim, o iki otağı da siz göstərərsiniz. Bu sürpriz bilirsiniz nədir? Bundan yəqin ki, biraz bunu aşağıdan çəkin zəhmət olmasa, baxın. Nostaljidir də, yəni bu hər halda bu şəxsi tikili olduğu elə bundan da bəllidir də hər halda ki. Hə, bu otaqlar nələrdir, onlara da zəhmət olmasa göstərin. Bizim ikinci yataq otağımız, evimizin sürprizlərlə doludur müəllimin dediyi kimi. Evimiz bütün əşyaların hər biri qalacaq. Qiymətə daxildir. Mətbəx mübələdir, divan, kreslo, yataq dəstəyi, paltar şkafı. Evimizin ora qaldı, oraya ehtiyac yoxdur. Tam hazır. Ora var, amma göstərmirik də yəni. Təxminən olsa aşağı yuxarı olur. Evimiz 4 otaqdan dostlar. 120 kvadrat beton kəmər hər bir mövcuddur. Marşrut xətti ilə 150 metr məsafədə yerləşir. Evimizin start qiyməti 89.000 manatdır. Real alıcı olsa endirim olacaq. Müəllimin də səhifəsindən gələn olsa, müəllimin də adından gələn olsa yaxşı bir endirim eləyəcək inşallah. Sənəddə çıxarışdır. Yəni baxın da, indi hər halda kvadratı təsəvvür edin ki, heç 1000 manata belə düşmür. 800-750 manat, amma doğrudan da çox keyfiyyətli tikilidir. Yəni 8 daşın üzərində özdə belə deyək də tam təmirli vəziyyətdə. Baxın, nətər deyərlər, o fürsəti qaçırmayın. Çünki bu qiymətə, bu ərazidə 150 metr marşrut xətti ilə ev doğrudan da bu artıq o deyirləri düşmə variant, elə bir şeydir. Bir də bilirəm, aşağıda yazasınız bu makreli edir filan. Mən sizə bu bir şey deyim də, çayxanada oturub onun pulunu saymaqdansa yenə zəhmət çəkib pul qazanmaq yaxşı. Sağ olun, diqqətiniz.